Söhbət 1960-cı il 25 oktyabrda Bakı şəhərində anadan olan, 1989-cu ildə teatr truppasına daxil olan, Yaşlı eynəkli adam, Fəryad, Kişi sözü tanınmış filmlərinə çəkilən, ilin işgüzar xanımı seçilən xalq artisti Sənubər İskəndərlidən gedir. Aşılmaz könlüm gözüm, quruya sözdən izim, qalmaz nişanım izim, məhəbbət olmayanda. 27 yaşında həyat yoldaşından ayrılan aktrisanın bir qızı var. Qızı ailəlidir, 2 övladı var. Sənubər İskəndərli illər ötdükcə ad günlərinə sevinmədiyini bildirib. Evdəkilər mənə nə sürpriz hazırlayacaqlar bilmirəm, amma özümə qalsa doğum günümü qeyd etmək fikrində deyiləm. İllər ötdükcə yaşımızın üstünə yaş gəlir. Ad günlərimə sevinə bilmirəm. Çünki yaş öz sözünü deyir. On il ailə həyatını davam etdirən Sənubər İskəndərli yoldaşının ona xəyanət etməsi, yəni onu kiməsə dəyişməsini səbəb gətirərək yoldaşı ilə yollarını 27 yaşında ayırıb. Hal-hazırda isə o özünü xoşbəxt qadın hesab edir və yaşadığı həyatı boyunca ideal insanın olmadığını anladığını bir daha vurğulayır. Amma xətrinə dəyməsin. Mənim yerimə başqa qız olsaydı, Niyazı qoyub sənə ərə gedərdi.